Əziz dostlar, hər birinizin həqiqəti öz gözlərinizlə görməsi, manipulyasiyalardan uzaq olması və hər kəsin ədalətli şəkildə qərar verməsi həmişə əsas prinsipimiz olmalıdır. Keçən dəfə bildiyiniz kimi Çeviş bəylə Quranda elmi xəta varmı adlı bir mövzuda debat apardıq və sonradan həmin debatın müəyyən kəsilmiş hissələri ilə rastlaşdım. Bilmirəm, qəsdən yaxud bilməməzlikdən, kontekstdən qoparılmış bəzi mövzular mənim qarşıma çıxdı. Ona görə düşündüm ki, mühüm bir məsələni sizlə bölüşmək yerinə düşər. Biz Çeviş bəylə Quranda elmi xəta varmı mövzusunda etdiyimiz debatın kəsilmiş, mənasından qoparılmış hissələri ilə cəmiyyəti yanıltmağa çalışan bəzi şəxslərə qarşı tək bir cavab vermək istəyirik. Həqiqət yalnız dürüstlüyü sevir. Kiminsə səsinin tonu, xüsusi terminlərdən çox istifadə etməsi ya da hansısa cümlənin kontekstdən çıxarılaraq kəsilib doğranması heç vaxt gerçəyi dəyişə bilməz. Tamaşaçıları manipulyasiyaya məruz qoyan, bir tərəfli montajlarla haqqı ört-bastır etməyə çalışan bəzi qərəzli yanaşanlara son qoymaq üçün debatın orijinal versiyasını birbaşa sizin ixtiyarınıza verməyə qərar aldım. Heç bir təhrifə yol vermədən, hər kəsin öz vicdanı və düşüncəsi ilə mühakimə yürütməsi üçün hər şey olduğu kimi izləyin. Çünki əsl dəyər və səmimiyyət pərdəarxası oyunlarda yox, tam həqiqətin özündədir. İnanıram ki, hər kəs öz ədalətli hökmünü mütləq verəcək. Şərhlərdə gözləyirəm. Elvin bəy, necəsiz? Nə var, nə yox? Xoş gördük. Şükür Allaha, sağ olun, sağ olun. Siz necəsiz? Nə var, nə yox? Biz də yaxşıyıq, biz də yaxşıyıq. Yaxşı olasınız. Neçə müddətdir keçən dəfədən keçib? 10 gün 15 gün var. 20 gün. Ha, olur. Əhvalınız? Mükəmməl. Və saldırgan. Saldırgan niyə? Mən debat üslubum belədir də, mən təbii ki, çərçivəsində, amma saldırgan. Bəs həyatda? Elə eynən həyatda da. Əla. Deməli, əvvəla hamı sizi, izləyicilərinizi, ümumiyyətlə kim var, xalqı, hamını salamlayıram, dostlardan, əzizlərdən, bizim izləyicilərdən. Mövzuya başlamamışdan qabaq, qardaş, bir məsələyə qısa olaraq toxunum. Bizim deməli, əziz dostlar, Çeviş bəylə də danışığımız belədir ki, həmişə danışanda biz etik çərçivəni şükür olsun, keçən dəfə də əyani şəkildə göstərdik ki, fikirlərimiz müxtəlif ola bilər, dünya görüşümüz fərqli ola bilər, amma biz sivil qaydada bir-birimizdən normal danışa bilirik. Nə Çeviş bəy mənlə danışanda etik qaydanı pozur, nə mən danışanda pozuram. Bu şeylər qorunur. Şərhlərdə olan dostlardan da xahişim budur ki, deməli, bu debat vaxtı, söhbət vaxtı biz səmimi söhbət edirik. Ola bilər mənim fikrim düz olsun, ola bilər Çeviş bəyin fikri düz olsun, fərqi yoxdur. Etikadan qıraq sözləri yazmaq düzgün deyil. Keçən dəfə danışmışıq da sən Çeviş bəy. Düzgün deyil və nəzərə alaq ki, ola bilər bu bəlkə də yüzlərlə, bəlkə də nə bilim, minə yaxın bilmirəm, nə qədərsə insan da var ki, xanımlar baxa bilir. Ona görə də qeyri-etik ifadəni oxuyanda ola bilər bizim qohumlarımızdan olan xanımlar baxsın. Bu şeyi nəzərə alsaq yaxşı olar. Həm də biz erməni yox, biz Azərbaycanlıyıq. Bu dəyərlər bizdə tarixən formalaşıb deyə. Ona görə də mən fikirləşirəm bunu nəzərə alacağıq. Ya Allah. Deməli qardaş, biz 2 ayə barədə danışmışdıq da sizlə müzakirə aparacağıq, düzdür? Bəli. Aha. Birinci, deməli, Tariq surəsindəki ayə idi. Keçən dəfə özüm gördüm, siz danışanda bir yoldaşla danışırdınız. Kondisioner səsi mane olmur? Xeyr, xeyr. Hə. Keçən dəfə bir yoldaşla danışanda nəzərim gəldi. Baxdım daha doğrusu. Deməli, Tariq surəsi 7-ci ayə idi deyəsən. Bəli. Hə. Elə bir sizin iddianız buydu ki, o ayə elmə ziddir. Bəli. Mən elə başa düşmüşdüm, düzdür? Bəli. Onda belə eləyək. Üslubumuz necə olsun? Birinci siz fikrinizi deyin mənə. Mən bir dənə sizin özünüzdən də eşidim. Çünki ola bilər qısaldıb nəsə atırlar mənə. Tam baxa bilmərəm. İstərsəniz yanlış bir fikir formalaşmasın. Siz mənə bir dənə deyin zəhmət olmasa ki, bu ayədə falan yer, misal üçün bu ayə elmə görə səhvdir və rahat söhbət eləyək. Bəli, sülh və təraib. Yəni mən qısaca açıqlayım burada. Söhbətin getdiyi ki, sülh və təraibdir, bel və kök kimi arasından çıxan maye. Öncəsinə baxdıqda biz anlayırıq ki, o sudan, atılan sudan danışılır. Atılan sunu nütfə olaraq adlandırılır və onun oradan çıxmadığını əminəm. Və mənim də iddiam budur ki, sizin iddianız budur ki, Tariq surəsi 7-ci ayə, Quran qabağındadır, fizik olmadığına görə kompüterdən açsam da Quranı. Sorun deyil. Deməli, o ayə elmə ziddir. Əvvəla, istər ərəb, istər qeyri-ərəb fərqi yoxdur. Hər hansısa bir mətni oxumaq üçün birinci qayda budur ki, kontekstdən çıxartmayaq. Zəncirvari bağlılıq varsa, biz o ayəni rahat bütün məzmunun hamısını oxuyaq ki, görə bizə nə deyilmək istəyir. Ən birinci söhbətimizdən var, mənim bir öz yanaşma, hermenevtik yanaşma. Görək mətndə nə yazılır? Siz dediyiniz Tariq surəsi 7-ci ayəni başa düşmək üçün mövzunun başladığı 5-ci ayədən başlayırıq. Tərcümə ilə deyirəm. Buyurur ki, qoy insan nədən yaradıldığına bir baxsın. Fəlyanzur insənə mimmə xuliq. Nədən yaradılıb? Ona bir nəzər salsın, ona bir baxsın. İnsan. Cümlənin mübtədası insandır. 6. O kim?
İnsan, yenə mübtəda 5-də deyilib də, mövzu oradan başlayıb. Süzülüb tökülən bir mayedən yaradılmışdır. Kim? İnsan. Dalın, ərəbcəsində xuliqa min ma'in dafiq. Dəf olan, süzülüb axan bir, belə deyək də, nütfədən, mayedən yaradılır. 7. Siz dediyiniz ayəyə gəldik. Yenə də yaxrucu, çıxır, o çıxır, min bəyni sulbin və tərayib. Bel və kök sümüyün arasından çıxır. O ki, mübtəda hardadır? 5-ci cümlədə izah eləmiş, demişdi. İzah yox, 5-ci cümlədə demişdi. Ardıcıllıq 5-dən başlayır. Deyir, o çıxır sülb və tərayibdən. Sülb bel sümüyüdür, tərayibdə kök sümüyüdür. İnsanın formalaşdığı, insandan söhbət gedir. Çıxan ümumiyyətlə sperma yox, çünki mövzu 5-dən başlayır. İnsandan söhbət gedir. Deyir, insan nədən yaradıldığına baxsınız, atan bir mayedən yaradılır və o, yəni insan çıxır bel və kök sümüyün arasından. Analıq rəhmindən, belə deyək də, insan formalaşdığı, insan çıxdığı yer, həmin yer ki var indi fiziki olaraq biz insanıq da, o, insan ana bətində olanda bel və kök sümüyün arasında qalır və oradan çıxır. Yəni, real biyoloji doğuluşdan söhbət edir. Niyə görə Ana burada... rəhminin orada olduğunu hansı əsasdan çıxartdınız? Ay sağ ol, ona görə də, ana qarnında olur da, insan oradan çıxır da. Onu bildim. Ana rəhminin bel və kök sümüyünə nə əlaqəsi? Elə bir qardaş, bax, bu beldir, qeyri etik çıxmayacaq, biraz ola bilər çoxuda olsun, xanımlar var ki, üzrü bilsin. Bax, bu qadınlıq kanalıdır da, düzdür, belə deyək. Qadınlıq kanalı harda olur? Uşaq harda olur? Olur burada da, qarında olur. Qarın da yerləşir, kök sümü bellə sinə sümüyün arasında olur da, yəni qarın harda olur? O uşaqlıq harda olur? Və ayənin davamı 8-də deyir ki, yəni burada sual yara bilər ki, Elvin, bəs şey var axı, Elvin, qabaqda maye demişdi. Sən niyə bunu insana qaytarırsan? Birincisi dil üslubuna görə, mübtəda 5-ci ayədə odur. İkincisi, deyir, yaxrucu çıxır, o çıxır, bel sümüyü və kök sümüyün arasından. Nə? 8-ci ayəyə məsələyə nöqtə qoyur. 8-də deyir ki, şübhəsiz ki, innəhu, o, yəni Allah, alərəcəhil ləqadir. Həqiqətən Allah onu qaytarmağa qadirdir. Yəni qiyamət günü dirilişindən söhbət gedir də, dirilib qalxmağa rəcət deyilə, ona qadirdir. Əgər burada söhbət o mayedən getsəydi, mən sizinlə razılaşardım ki, həqiqətən əgər o maye olsaydı, 8-ci ayədə o qiyamət günü duracaq. Deyim, qısa, 20 saniyə. İslam teologiyasının, İslam anlayışının uşağı əmələ gətirdiyi iddia edən spermin beldən gəldiyini iddia edən tək sübut ayəsi bu deyil. Nisa surəsi 23-də də açıq aydın aydındır. Deməli, birincisi bunu danışaq. Bu ayə ümumiyyətlə spermadan söhbət eləmir. Deməli, bu ayədə elmin zidnəsə var, yoxsa yox? Var. Arasıdır deyə bilərsiniz. Nisa 23-ə baxsaz yetərlidir. Yox. Bu ayəni qutaraq, bu ayədə mövzu mübtəda kimdə, mövzu kimdən gedir? Eyni mövzu deyir. Əgər eyni mövzudursa 8-ci ayədə deyir, Allah onu qiyamət günü dirildəcək, diriltməyə qadirdir, sperma dirildəcək. Xeyr, insanı. Bəs nə oldu? 8-ci ayədə insan deyirsiniz, odur. 7-ci ayədə sperma deyirsiniz. Maye nədir? Bax qardaş, insanın formalaşmasından söhbət gedir. Vaxtını çoxalmadan sürətlə oxuyuram. Deyir, qoy insan nədən yaradıldığına bir baxsın. O süzülüb tökülən bir mayədən yaradılır. O bel və kök sümüyün arasından çıxır. Üz istəyirəm. Yox, bir dənə ayənin qutarında sonuncu ayə. Başa düşdüm, o mayedə dayanmaq lazım. Bu maye nədir? Maye insan nədən yaradıldığına sperma deyir, zigot deyil, nə deyirsən, sonra sperma deyək. Tamam, mənə izah edə bilərsiniz, ana iştirak olmadan bir maye nə təsir şey olur? O sperm nətər uşaq olur, insan olur. İnsan spermadan yanadır. Burada deyilmir ki, ana iştirak olmadan. Yəni atanın iştirakı olur, mayalanma gedir. Başa düşmür. Zigot əmələ gəlir, ondan insan yaranır da. Mayalanmış yumurta, o yumurta yoxsa nətər olur? Bax qardaş, insan sperm olmadan yaranır deyirsən, iddia edirsən. İddia elədiyim şey tam olaraq budur. Tək başına maye heç bir şey yaramır. Ki qardaş, burada yəni belə deyək də, o zigot var, zigot bərk maddədir, mayedir, nədir o? O qadın... Mayalanmış yumurta deyil zigot. Hə də, maya dediğimiz spermatozoiddir. İnsan ondan yaranır. Əzizim, ana iştirakı yoxdursa, ana sadəcə daşıyıcı deyil, iştirakçıdır bir. Olsun. Mayalanmış yumurtadan söhbət gedir. Və bu yumurta yoxdursa, o mayenin heç bir işə yararlığı da yoxdur. Amma o söhbət mayədən gedir. Bildim. O yumurta mayedir, bərk materialdır. Maye materialdır, yoxsa bərk. Fərqi nədir ki? Əgər sən desən ki maye, o demək ki, insan ondan yaranır da. Nədən? O həmin maye nədir? O artıq elmi sahəsidir. Quran toxunur ki, həmin nədən yaranır? Sizə elmin sahəsindən deyirəm də, söhbət burada şeydən gedirsə, nədir onun adı qayıtır? Bax, 6-ya və 5-ə qaydanda, qoy insan nədən yarandığına bir baxsın. Ay sağ ol. O, süzülüb tökülən bir mayedir. Bu maye hansı mayedir? Deyək sperma. Tamam. Spermatozoidlərdə. Davamında nə deyir? Bu, bel və kök sümüklər arasından. Bu yox qardaş. O. Çünki bu yaz. Bax qardaş, yaxrucu söz var ya, bax. İngiliscə necədir? He is going deyilir, he is going. Məsəl üçün də
məsələn, he's going out. O he deyiləndə o nəzərdə tutulur. Ərəbcəsində də bax iki cür zəmir var da, kişi qadın zəmiri. Yaxrucu odu ümumiyyətlə insana aid olan zəmirdir. Təxrucu olsa sənsən, belə deyək də. Əxrucu olsa mənə. Ərəbcəsində deyir ki, yaxrucu o çıxır. Sual verə bilərsən ki, Elvin, gəl insafla danış da. Nə çıxır? Mən bu maye. Yox. Ay sağ ol, sən başa düşsən, belə başa düşürsən. Əgər belədirsə, Başa düşməklə əlaqəli deyil, Elvin qardaş. Ona görə dedim Nisa 23-ə baxın. bir də bu ayəni qutaraq sonra keçək də olar. Mövzunun eynisində zaten baxıb qayıdacaqsınız. Biz tərk eləmirik ki mövzunu. Onda bu mövzu 8-də deyim. 8-ci ayədə bunun dalında deyir ki, qardaş, bax, Allah o, yəni Allah onu qiyamət günü diriltməyə qadirdir. Əgər 7-ci ayədəki onu sən sperma kimi başa düşürsənsə, deyirsən ki, daha doğrusu bu spermadır. Deməli qiyamət günü diriliş də spermaya aiddir. Bizim 23-ə bax qayıt məsələ lazımdır. Yaxşı. Yəni bu ayədə elməzi desən yox da. Nisa 23. Bir dəqiqə qardaş. 23-ə baxanda biləcəksiniz. Nisa surəsi də düzdür. Bəli. Deməli, sizə analarınız, qızlarınız, bacı, bibiləriniz, xalalarınız, qardaş bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın ala sahib himayəli qız övladla evlənmək haramdır. Cinsi əlaqədə olmadığınız qadınlarınızın, qızlarla evlənmək sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın, arvadlarla Bu cümlə evlənmək. təkrar eləyək. Öz belinizdən gələn. Beldən Öz necə? beliniz, deyim nə qədər. Öz belinizdən gələn oğullarınız. Daha doğrusu oğullarınızın arvadlarla evlənmək və iki bacı şey. Fərqi yoxdur burada belinizdən gələn. Hətta bu artıq hüquqi termindir. Hüquqi termin belə, hətta ingilis hüquq terminində də miras məsələsində yazılır. Övladlar yazılır, deyir o belindən gələndə. Bu frazeoloji birləşmədir. Deyir, misal üçün bizim atalarımız da deyir də bizə. Biri var elmi iddia, bu elmi iddia deyil. Bu hüquqi termindən söhbət edir. Hüquqi termində istənilən deyir ki, sən mənim belimdən yaranmısan. Kimsə də misal deyək bir atamız, kimsə atası deyib elimdən yaranmısan. Biz ona etiraz elə ingilis dilində də bu aborot istifadə və hüquq kitablarında istifadə olunur. Biz ona desək ki, bir dəqiqə dayan, sən nə danışırsan? Sən belindən yaranmamışam mən. Əslində Hansı hüquq kitabında, kraliyyət hüquq sistemində elə bir şey olduğuna əmin deyil. Baxa bilərəm, bir dəqiqə mən sənə hüquq kitabının adını deyim. Deyən, bir dəqiqə. Sən ona qədər öz sözündə vaxt itməsin də, sən hörmətli olmasın. Sorun deyil. Sən rahat. Deməli, qardaş, tamam. Abortunu tapacağım. Bu cümlə belə kapat, hüquq məsələsində. Ay Elvin bəy. Mən anladığım qədərilə o mayeyi siz zigot olaraq hesab edirsiniz. Yox. Deməli qardaş, bir də bunu deyim. Avropa hüquq sistemi birbaşa mən istinadı WhatsApp-da ata bilərəm. Gəlib belə buradan mesaj göndərin. Yaddan danışaq. Bax oxuyuram, mətni oxuyaram, mətnin istinadını şey eləyirəm. Tərcüməsində Google Translate. İngilis dilinin professional deyil. Orta səviyyə. Bax qardaş, deyir, Avropa hüquq sistemi birbaşa Roma hüququ. Gaz komün Roma hüququna söykənir. Qan qohumluq və övladlığa götürmə arasında hüquqi fərqləri vizuallaşdırmaq və qanuniləşdirmək üçün Avropa qanunvericiliyində tam olaraq belə bir ifadə mövcuddur. Deməli, burada qədim bu Yunan nə deyir? Roma dilində bir şey yazılıb, ingiliscə deyil. Deməli, consanguinity yaxud affinity bu ingiliscədə artıq. Deməli, latınca deməli, consanguinity bu ifadə bioloji qohumluq və belin hərfin mənası beldən gələn deməkdir. Consanguinity. Hə. Avropa hüququnda da hüquq tənzimlənəndə beldən gələn ifadəsi istifadə olunur, amma onu tərcümə edəndə deyirlər, yəni birlikdə olan qan bağı olan qohumlarınız. Hərfi tərcüməsi beldən gələn olsa da, qardaş, hərfi tərcüməsi bu hüquq terminində frazeoloji birləşmə sayılır. Yəni sən o göstərdiyin Nisa surəsindəki həmin ayə hüquq terminidir, hüquq bəhsidir. Amma insanın yaradılma sahəsindəki iddia isə hüquq bəhsi deyil. Artıq o tibbə toxunan bir mövzudur, belə deyək də. İnsan yaradılış barədə olan bir toxunan bir mövzudur. O ayədə isə qardaş bax, həmin ayədə isə ümumiyyətlə o həmin maye ki var, sperma deyək. O spermanın insanın ondan yarandığı deyil, amma spermanın o bel sümüyü ki, ənənəvi insanlar fikirləşirlər, bizdə də artıq bu folklorumuzda var. Kişinin belindən əmələ gəlib bu iddia Quranda yoxdur. Quranda olan bu iddia, haycan, deyən. Ayət açıq-aşkar deyir ki, o maye, o bel və kök sümüyü arasında o mayedirmi yoxsa zigotdurmu? Bax, maye nədirsə o. Deyək sperma. Maye deyil. Bax qardaş, maye var. İnsan nədən yaranıb? İnsan spermlə yumurta birləşməsindən, yəni zigot, mayalanmış yumurta. Və o zigot dediyin şey də maye deyil. Bəlkə materiyadır, bəlkə maye şeydir, maddədir. Maye deyil, yazdım, canlı maddənin hüceyrədir. üç aqreqat halı olur da, bəlkə olur, maye olur, donmuş olur. Bu hansıdır qardaş? Bax, bir dəm bilim də... Maye deyil, maye deyil. Zigot canlı hüceyrədir, canlı hüceyrə. Bax qardaş, belə deyək. O canlı hüceyrə, bax, canlı hüceyrə. Varlıq aləmi, cisimlər. Bir var materiya, bərk, bir var yumşaq maye. Hansındandır o? Əzizim, canlı hüceyrə deyil, sitoplazması olan, nüvəsi olan. Olsun da qardaş. Sperma deyək. Yəni insanın spermadan yaranması barədə, yəni mən bildiyim qədər
normal orta məktəb təhsil olan insan da bilir ki, evlənəndən sonra insan, daha doğrusu o bioloji hadisə baş verəndən sonra insan o cinsi əlaqədən dünyaya gəlir. Da biraz qabarıqsa da. Hayır. Ha. Bu maye nə mayesidir? O maye plazma şəklində olur bildiyim qədər. Həmin Onu plazmada deməli, burada ayətdə gedən maye hə, nədir? ayədə keçən qardaş. O maye artıq o elmin sahəsidir. Quranın iddiası budur ki, insan o mayədən yaranır. Nə də artıq təfərrüatdır. Quran deyir mayədən yaranır. Sual olmuş ki, mayədən yaranır, daşdan yaranır, möhkəm materialdan yaranır. Əzizim, insan mayədən yaranıbsa, o maye hardan gəlir? Onun cavabını da özü verir. Var bir argumentin. Mayenin hardan gəlməsini harda deyir qardaş? El və kök sistemi arasından gələn nədir? Əgər elədirsə, bizcə obyektiv danışaq da qardaşım. Bax, 5-dən 8-ə qədər oxuyuram, fasiləsiz. Və mərkəzi oxumuram. Amma ədalətlə də, insafla qardaş. Deyirəm ki, Elvin, bax, mən bunu belə ədalətlə son oxuyuram, son. Bax, deyir, cümləni kontekstdən çıxardanda sən dediyin başa düşür. Kontekstdən yox, məna ardıcılığını tam oxumaq lazımdır. Deyir, qoy insan, bax, insan sözü yazır. Fəlyanzurul insan, müftadanı qoyur ki, insan nədən yaradıldığına bir baxsın. Keçir 6-ya. O, süzülüb tökülən bir mayədən yaradılıb. O, bel və kök sümüyün arasından çıxır, qadın rəhmindən. Bel və kök sümüyün arasından çıxır. Əzizim, sürət rəhim qadın rəhmi deyil. Demirəm. Bax, əlavə elə haşiyə eləmirəm, 7-ni bir oxuyuram. O, bel və kök sümüyün arasından çıxır. 8. O, Allah onu diriltməyə qadirdir. Əgər 7-dəki ayə, sən dediyin kimi şeydirsə, spermadırsa, onda 8-də də o yazılır baxır. 8-dəki ayəni elə başa düşmüsən ki, qiyamətdəki şeyə aid. Onu da kanqidəki dindarlar... Bel və ana rəhminin bel və kök sümüyü arasında olduğunun akademik bir dənə dəlilin ver, az çıxacaq. Ana uşağın formalaşdığı çiyini mən bilən ananın çiynində olmur da, qarnında olur. Qarın hardadır qardaş? Mən bilənlə olmur bu qardaşım. Bax, bel və kök sümüyü. Problem yoxdur. Deməli, bir dəqiqə. Uterus. Əgər onu şeyləsək, qardaşım, onu tapsaq şurada mövzu bağlarda bildiyim qədər, düzdür? Uterus sözüm axtarmaq istəyirsən sən. Axtarım da qardaş, bir dəqiqə bax ver də mənə. Adın dedim də sən rahat olsun, rahat tapasın. Hə. O analıq yolu var, analıq yolu hardadır? Əzizim, analıq yolu başqa şeydir, ana rəhmi başqa şeydir. Onu demirəm, insan çıxan şey var ya, o həmin o yolda, həmin bioloji proses. Uterus deyə bir termin axtaran da olur. Yaxşı, deyəm. Yəni uterus şey deyil, ona görə mən demək istəyirəm ki, insan var ha, bax ora ana bətnidir. O bioloji silsilə var, o insanın çıxma mərhələsi, yarandı mayedən, zigot oldu, o proseslər qutardı, 9 aylıq proses tamamlanıb. Çıxan yer var, o çıxan yer. Çıxan yeri sən neysən qardaşım? Uterus yaz, ana rəhmi hardadır? Məsələ bitdi də. Ona görə deyirəm də qardaş, bax ana rəhmi mən qarnına deyirəm. Bax, fikrimi bir dənə sən deyirsən də, əlimizdə biologiya var axı. Olsun da, çıxan yerin adı nədir? Çıxan yer var. O bioloji dillə, elmi dildə insanın çıxan yeri nədir? O insan ana bətnindən. Evet, 5 qram abrımız var, onu da dökməyək də. Deyirəm ki, uterus yaz. Yazıram qardaş. Deyirəm birdən uterus olmaz da onu görə deyirəm. Yazdım uterusu, sorun deyil. Yaxşı istəyirsən get GPT yazsan, hara yazsan yaz ki, bel və kök sümüyü arasındadır ana rəhmi. Belə bir sualdır, məsələn bitirdən ama ki. Bax o sözün altını şey elədim mən. Deyir, uterus uşaqlığın ən üst hissəsi, təpəsidir. Fundus of uterus. Endotrium isə embrionun yapışqan olduğu qat əzələ toxunmasıdır. Ovari sağ və sol yerləşim vəzilərdir. Belə yazıldı, şeyə yazdım internetdə. Bel və kök sümüyündən əlaqəsi yoxdur. Bəlkə gedib bu saatdan sonra ginekoloq işləyəcəm, sən neyinirsən, qoy işimi itirməyəm. Əzizim, uterus və plevis, ana bətni və ana bətni yerləşdiyi yerə plevis deyirlər. Və bu plevisin kök sümüyünə əlaqəsi yoxdur, mən qardaşım. Çanaq boşluğu deyirlər buna. Azərbaycan dilində istəyirsənsə çanaq boşluğu deyirlər. Analıq yolu hardadır? Əzim, analıq yolun bundan uzaqdan yaxın əlaqəsi yoxdur. Zigotun yapışdığı yer ana rəhmidir, buna uterus deyirlər. O rəhmin yerləşdiyi bölgə çanaq boşluğudur. O bölgənin elmi adı da plevisdir. Bu qədər sadə. Bildim. Mən o elmi adını soruşma. Analıq yolu olur. Həmin ora hardadır? Onun bir də yerində. Deməyəcəm. Demə sən Allah. Gözə baxın, yaxşı axtar. Özün get bu. Problem yoxdur. Sən bilirsən, bilə xoş deyirsən. Mən sənə dedim. Əzizim, mən sənə təklif eləmişdim ki, biologiyanın güclü silahımdır mən. Sən biologiyanı götürmüşsən. Olsun, yox edirsən demirəm onu deyirəm. Problem yoxdur, gözdə problem yoxdur. Ay, ədəbsiz şeylər yazmayın da aşağıda yoldaşlar. Bir mərifətiniz qanacağınız olsun. Medikal söhbətin içində, medikal terminlərdən istifadə etmək qeyri-etik anlayış deyildir. Ümumiyyətlə bayaq başladı. Hamınıza xatırladım, sizi də bir ana doğub, evinizdə bacınız da var. Anladınız? Oğulsan. Bu məsələdə sənə danışdıq. Həqiqətən kişiyə biz ayıbdır. Neysə. Onu bioloji şey. Bax, belə danışaq da.
o insanın biyoloji olaraq ana bətnində olan yer var. O qadının qarnında olduğu həmin yer, analıq yol deyək ona, nə deyirsə deyək. Bax, mən fikrimi belə deyək də, mənim yanaşmam necədir səninlə danışdığımız kimi. Sən öz fikrini deyirsən, qardaş, mən öz fikrimi deyirəm. Mənim yanaşmam budur ki, o ərəbcə ifadəsində deyir, lakum dinikum veliyedin. Sən öz fikrində qal, qardaş, mən öz fikrimdə. Bu səbəb olmamalıdır ki, bir-birimizin xəttinə deyək. Düzdür əzizim? Əzizim, mən sənə yekun açıqlamamı vereyim. Ana bətni dediyin şeyin bel və kök sümüyü ilə uzaqdan yaxından əlaqəsi yoxdur. Bu uterus sayılır və uterusun olduğu pozisiya pelvis sayılır, çanaq boşluğu sayılır. Uterus dediyimiz şey də ana bətnidir və embrion oraya yapışır, rəhim divarda. Başqa bir biyolojik açıqlaması yoxdur. Bunun biyoloji açıqlaması budur. 500-dən çox, 500 nədir? Bəlkə minlərlə, 500 min dənə. Akademik qaynaq da bunu isbatlayır. Bu arada kimin merak edirsə, geçsin USM cihazları ilə izləyə bilərlər. Bunu oradan baş verir. İndi keçdik ikinci məsələyə. Razı olub olmamaq sən məsələndir. Möminin surəsi 14-cü ayət. Aça bilərik. Bunu yekunlaşdım, qısa bir dənə sözüm deyim sonra da fikrim yanına atmam qalmasın mənim. Əlbəttə. Deməli, bax əzizim, bu mövzu barədə mənim də fikrim budur ki, quta keçirik sən dedin ayət. Bu mövzu barədə mənim fikrim budur ki, ayədə deyilir, insan nədən yaradıldığına bir baxsın. O, axan mayedən yaranıb, insandan söhbət gedir. O. Yenə deyir, o, təbii ki, orta təhsil alan, Azərbaycanda oxuyan bilir ki, o mübtəda varsa cümlə ora qayıdır. İnsan çıxır, süd və təraibdən, kök sümüyü ilə bel sümüyünün arasından çıxır, insan çıxma yerini danışır. 8-də də deyir ki, o, ya Allah, onu yenə mübtədəyə qayıdır. Qiyamət günü qaytarmağa qadirdir. Söhbət insandan gedir və bu barədə əlavə bir Quranda iddia yoxdur. Mənim də fikrim budur ki, qardaş, Quranın bu iddiası elmə zidd deyil. Ora ana bətni denə, ora analıq yolu deyil. Nə deyirsənsə, həmin insanın çıxdığı yer, qadının kök sümüyünün bel sümüyünün arasındadır. Yəni qulağı deyil, qıçı deyil. Həmin yer belinin kök sümüyünün, sinə sümüyünün arasındadır. Vəssalam.